Salam, kanalıma xoş gəlmisiniz. Bu videoda sizə abituriyentlərə, yəni tövsiyələr verəcəm. Mən birinci kursam və ümumi olaraq buradan başlamaq istəyirəm ki, ən birinci lafla bu cümləni qurmaq istəyirəm ki, sizcə, yəni həmişə niyə 550 pluslar ya 600 pluslar tövsiyə verirlər? Yəni məncə bu çox da məntiqli bir şey deyil, açığı mənə görə də. Yəni çünki hamının yəni götürüm tərzi fərqlidir də. Ola bilər ki, məsələn, mənim kapasitem, yəni potansiyelim bir yerə qədərdir, başqalarının potansiyeli bir yerə qədərdir. Yəni mənə görə həmişə 600 uşaqlar çox vaxtı çox güclü, yəni potensiala sahib uşaqlar olurlar. Yəni bu məncə oxumaqla əlaqəli bir şey deyil də. Yəni uşaqlar reallığı danışaq da həmişə sən yəni güclü oxu, 100 gün güclü oxu, amma əgər sən yəni götürümün bir yerə qədərsə, bir yerə qədər öyrənə bilərsən də bir şeyi. Yəni mənə görə də ona görə, məsələn mən özüm 444 bal toplamışam. Yəni bir çoxlarınız üçün bu çox sadə bir baldır da. Yəni elə belə bir şeydir, amma mənim üçün böyük bir şeydir. Hardan başlayacağam indi böyük bir şey olduğunu. Baxın, mən özüm 9-cu sinifdə buraxılışdan 160 bal toplamışdım. Amma 11-ci sinifdə 247 bal toplamışam. Mən bu eradaya necə gəlmişəm, indi sizə bu haqqda danışacağam. Ən birinci mən demək istəyirəm ki, yəni mən 9-cu sinifdə biraz müəllimlərlə kifayətlənmişdim həqiqətən. Yəni əlavə heç nə eləmirdim də. Ancaq müəllimlərlə biraz da səhlənkarlıq var idi açığı. Çox yazacağıma inanırdım da, yəni bacaracağıma inanırdım, amma ki elə olmadı. Yəni sonra imtahandan sonra mən həqiqətən hiss elədim ki, yəni çalışmaq, daha çox çalışmaq lazım imiş həqiqətən. Və ondan sonra 10-cu sinifdə başladım özümə söz verim ki, yəni çox yaxşı çalışacağam da. 10-cu sinifdə başladım çalışmağa. Düzdür, imtahan yox idi deyə, yəni bir yerə qədər elə bir kim tələsirdim də. Yəni çox da deyim ki, belə wow dərəcədə tələsirdim, yox. Bir yerə qədər tələsirdim. Amma 11-ci sinifə çatdıqda artıq yəni məsuliyyəti tamamilə dərk eləmişdim və daha çox çalışmağa başlamışdım. Yəni həddindən artıq daha çox çalışmağa başlamışdım. Yəni bu mənə görə, yəni daha çox siz hansı aydan sonra başlamışdım. Yəni mənim belə bir dənə bloknotum var idi, bunu göstərmək istəyirəm sizə. Bunu da mənim çox sevdiyim bir dostum Leyla var idi. Onun kanalından eynən bu bloknotu tapanda o qədər sevinmişdim ki, yəni bu evrəndən bir işarətdir də həqiqətən mənim üçün. Çünki onun da eynən belə bir bloknotu var idi və ora yazırdı da, yəni şeylər. İndi mən sizə göstərəcəm. Mən baxın bir dənə görüm hansıydı. Məsələn, mən sentyabrdan başladım belə yazmağa dərsləri. Ki, məsələn, bugün nə edəcəm, nə bilim, nə edəcəm. Normalda mən heç belə bir tipdə insan deyildim də. Yəni, nəyisə qeyd edə biləcək bir insan deyildim. Amma sonradan başladım qeyd eləməyə. Baxın, yəni, necə deyim, yaxınlaşdırım sizə görün də. Belə yazırdım, məsələn, daha həvəsli olurdu insan işləyəndə. Ki, yəni, bunların üstünə tik atmaq, yəni, adamı motivasiyalandırır da həqiqətən. Adi, məsələn, bunlardan da istifadə edirdim. Məsələn, bunlarını atırdım, nə bilim, hər dəfə bir rəngi ilə edirdim. Özümü motivasiyalandırmaya çalışırdım da. Yəni ki, son nəticədə buraxılışım yaxşı oldu, amma blokum ürəyimcə olmadı. Yəni blok imtahanı biraz çətin düşdü, tarix falan. İndi bilir də 3-cü qruplar, 2-lər də bilir bu arada. Bizim bu yəni tariximiz falan çətin oldu deyə istədiyim kimi olmadı. Nəysə, başlayım sizə indi fənlər haqqında məlumat verməyə. Birinci bir şey demək istəyirəm. Mən 3-cü qrup olmağıma baxmayaraq, mənim ən çox yazdığım fən riyaziyyat idi. Ona görə də istəyirəm ki, riyaziyyatdan başlayım sizə məlumat verim. İnanırsınız, əlimdə kitab falan yoxdur. Çünki bütün kitablarımı paylamışam ya vermişəm kiməsə də. Yəni paylamaqla vermiş oyun şeydir. Nəysə, yəni PDF-lər falan atmışam deyə heç nə qalmayıb əlimdə. Ancaq universitet kitabları da, yəni bunu da elə bir maket kimi yanımda gətirib saxlamışam ki, nəsə göstərəndə universitet kitabı var. Nəsə göstərəndə, yəni əlavə olaraq göstərim də sizə bu formadaydı deyə. Riyaziyyatdan mən nə edirdim? Riyaziyyat məsələn müəllimimiz keçirdi də onsuz da. Bizdə riyaziyyatda uşaq çox az idi. Yəni məncə bunun da bir təsiri var idi da. Müəllim də məsələn daha çox üstümüzə düşürdü ona görə. Adi məsələn keçirdi. 10-cu sinifdə də mən riyaziyyat oxumuşdum. 11-ci sinifdə də oxuyurdum onsuz. Riyaziyyatı necə, yəni deyim də həvəslənirdim. Mən normalda 9-cu sinifdən 3-cü qrupu seçəndə inanırdım ki, mənim riyaziyyat bazam yaxşı deyil. Yəni riyaziyyatım yaxşı olduğunu düşünmürdüm. Halbuki ingilis, yəni riyaziyyatda pis yazmamışdım, ya ortalama yazmışdım. Mən 9-cu sinifdə hamısından ortalama yazmışdım da, yəni 50 neçə, 60 belə yazmışdım. Riyaziyyat da bunun içinə daxil idi. Nəysə, riyaziyyatı müəllim keçirdi. Mən də bilmirəm hansı aydan başlamışdım. Yəni yalan deyirəm, yadımdan çıxıb, amma getdim siz nə elədim? Müəllimdən əlavə müəllim bizə çox sınaq kitabı. İnanırsınız ki, bəlkə 6 dənə sınaq kitabı qutarmışdıq da. Yəni özüm əvvəlki illəri çıxartdırmışdım PDF-ləri ki, mən üzərində işləyərək, kağızın üzərində işləyəndə çox motivasiya oluram da. Yəni həqiqətən həddindən artıq.
Yəni onun üzərində işləyirdim. Sonra yoxlayırdım özüm. Məsələn, çox vaxt 20-dən az düzüm çıxdı olmurdu da, yəni 20-dən azım yox idi. Həmişə 20-dən yuxarı yazırdım hamısında, 25-dən 20-dən yuxarı. Prosta yəni özümə inandıra bilmirdim ki, imtahanda da yaza bilərəm. İmtahanda bu arada 23 dənə riyaziyyat yazmışam. Hə, yəni başlayırdım elə yazmağa, əlim öyrəşirdi. O psixologiyaya qapılırdım. Mən bir də çox sevirdim ki, bir də riyaziyyat fənnində bunu edə bilirdim də. Qulaqçıq taxım və mahnı qulaq asası işləyim. Bunu bir də riyaziyyata bacarırdım deyə, ancaq riyaziyyat işləmək istəyirdim ona görə. Özümü belə həvəsləndirdim riyaziyyata. Nəysə bir neçə dənə bəlkə o kağızlardan əvvəlkilərin hamısını işlədim. Deyəsən 2019-dan başlayırdı. 2025-ə qədər, 24-ə qədər belə idi də. Yəni hamısını işləyib qurtardım. Sonra bir dənə kitab almışdım. O kitabın şəklini tapsam bura qoyaram. Yəni o kitabdan da hamısını işlədim ki, o imtahan tipində idi, eyni imtahan tipində idi və oradan sual düşmüşdü məncə. İmtahana düşməmişsə bilmirəm, amma eyni o tipdə idi. Bəziləri üçün çox asandı bu. Yəni mənim üçün çox asandı idi o kitabı işləmək. Orada məsələn 23-24 dənə düzüm çıxırdı da. Hamısını düz yazdığım olmayıb, yalan deyərəm, amma olurdu indi bir dənə səhvim, 2 dənə səhvim. Yəni o mənə rahat idi. Daha sonra nə deyim? Sonra müəllimin işlətdirdiyi sınaqlar var idi. Normal bildiyimiz standart sınaqlarda sınaq kitabları. Sonra mən bir də bilirsiniz kimin riyaziyyat müəllimi var, MV Akademinin. Onun riyaziyyat müəlliminin bütün o açıq sualları 7 dənə açıq olur. Baxın mən oradan bir dənə səhvim var idi desəm, bir də bir dənəsini düzgün oxumamışdım deyə ondan 3də 1 idi deyəsən. Birini də inanırsınız, indi burada deyəcəm, o imtahan verənlər biləcək də. Orada kombinezon sualı var idi uşaqlar. Mən hər şeyi gəlib düz yazmışdım. Axırda gəldiyim kombinezonda yazanda, ayda, axıra kimi gəl düz yaz sən cavab vərəqəsinə köçürəndə bunu 4-ü yoxsa 3 görmüşdüm, 6-nı mı 4 görmüşdüm. Nəysə də son nəticədə mən cavabı bir dənə səhv almışdım. Amma hər şeyim düz idi də. Yəni heç ki o kağızlar mənim əlimdə deyil, göstərərdim də sizə yazımı. Müəllimə vermişəm o kağızları. Yəni belə biraz külüm çıxmalı bir hadisə baş vermişdi. Nəysə, yenə də sonunda nəticəm pis deyildi. 88 bal toplamışdım riyaziyyatdan. Ya belə yəni riyaziyyatdan ancaq sınaqlar işləyə bilərsiniz. Müəlliminiz keçsin dərsləri düzgün oxuyun. Bir də ki, çoxlu sınaqlar işləyin. Həqiqətən sınaqlar işləməyin yəni təsiri var. Mən məsələn riyaziyyatımı 56 yoxsa 57 baldan 88 bala qaldırmışam. Məncə mən bunu eləmişəmsə, yəni siz də eləyə bilərsiniz. Həqiqətən eləyə bilərsiniz. Bu arada heç vaxt düşünməyin ki, buradan yəni indi 9-cu sinifdə mən az yazmışam, 11-ci sinifdə az yazdım. Əsla elə bir şey yoxdur. Yəni hər şey sizin öz əlinizdə, sizin öz çalışmağınızdan irəli gəlir. Sonra keçək Azərbaycanla mən qaydadan sizə məsləhət verməyəcəm. Çünki uşaqlar mən 20 dənə mətn düz yazmışam. Mən mətnlərin hamısını düz yazmışam. Açıqların hamısını tam bal almışam. Amma qaydadan 3 dənə düzüm var. Və 3-cü qrupam. Yəni ona görə də mən sizə qayda haqqında heç bir məsləhət verməyəcəm. Çünki mən qaydaları çox yaxşı bilirdim, əzbər bilirdim də bütün qaydaları. Amma yaza bilmirdim. Tətbiqim yox idi. Yəni tətbiq sıfır məndə tətbiq yox idi. Ancaq burada arxadan günəş arada batır çıxır deyə elə bir ki arada rəngimiz olur, sonra təzədən parıldayır. Yəni göz ardı eləyərsiniz də. Hə, nəysə. Yəni mən ona görə Azərbaycan mətnlərdən sizə nə tövsiyə verim? Mən birinci hissə mətnlərin hamısını qurtarmışdım. Birinci hissənin arxasındakı mətnləri qurtarmışdım. Sonra İnci idi deyəsən kitabın adı, bilmirəm. Yadımdan çıxıb, Allah haqqı üzr istəyirəm, yadımdan çıxıb. Oradan kitabdan işləyirdim. Mətnlərini işləyirdim. Mətnlər qəşəng idi. Qaydasında bəzi səhvlər var idi, amma elə belə işləyirdim də. Qaydasında çox az düzüm çıxırdı həmişə. Bilirdim ki, yoxsa yazamayacağam imtahanda da. Mən güvən sınağına bu arada getmişdim. 170 yazmışdım deyəsən güvən sınağında. Orada məsələn 24 dənə Azərbaycan dili düzüm vardı. İmtahanda da 23 oldu. Amma orada qaydadan 8 düzüm var idi. 3 dənə deyildi də biabırçı kimi. Nəysə, mətnlərdən bunu tövsiyə verə bilərəm ki, siz uşaqlar oxuduqca, məsələn də indi giriş əsas nəticə hissədə bunu bilirsiniz zaten. Oxuduqca görün ki, hansı sizə fərqli gələn hissələr, maraqlı hissələr varsa, onları işarələyin. Mən həmişə adi üstündə belə rəqəmlə olan sözlər yox idi. Həmişə onları işarələyirdim ki, sonra qayıdıb gələndə gözümə tez batsın, mən o sözləri tez görüm. Çünki imtahanda vaxtı o qədər önəmlidir ki, sizin üçün həyəcanlanmayın ki, 3 saata ay biz çatdıra bilməyəcəksən. Çatdırmaq olur. Mən inanırsınız ki, o riyaziyyata sadəcə yarımca saat vaxt sərf eləmişəm də, yəni yarımca saat. Və ikinci səfər qayıtmamışam. Bəlkə də mən ikinci səfər riyaziyyata qayıtsaydım, inanırsınız ki, bəlkə də hamısını yazardım. Çünki mənim səhvlərim bildiyim şeylər səhv eləmişdim. Yəni yazıda məsələn asan şeylər idi də. Qayıtsam məsələn düzəldə bilərdim onu. Prosta qayıtmadım. Çox özümdən əmin idim. Niyə bilmirəm. Nəysə, siz mənim elədiyim səhv eləməyin. Ya vaxtınız varsa ikinci dəfə qayıdın da onun üstünə. Sonra yəni mətnlərdə ancaq belə, bir də açıq suallar çalışın ki, nə sizdən tələb edirsə onu eynisindən ora yazasınız. Sonra bir şey var deyə bu arada məcazilik qatmaq. Orada da ki siz
təşbehdən istifadə edə bilərsiniz. Məsələn, nə bilim, günəş, nə bilim, belə necə ifadə edeyim bunu sizə? Nəysə də siz bilirsiniz də zaten bunları. Yəni bunları deməmə ehtiyac yoxdur. Prosta mən sizə sadəcə tövsiyə verirəm də, yol göstərirəm ki, nə edə bilərsiniz. Əsas odur ki, düzgün cavablandırın, yəni tam cavablandırın hər şeyi və vaxtınızdan qənaətli istifadə edin. Yəni mən hər şeyi kağıza yazmışdım, son yarım saatda kodlaşdırdım da. Yəni o yaza kodlaşdırma cəsarəti heç vaxt məndə olmayıb. Ən əsası indi yəni belədir də, mən mətnlərdən tövsiyə verirəmsə, qaydadan zaten oxuyun, qaydadan yazacaqsınız da, yəni qayda oxuyun, çoxlu şey eləyin. Necə deyim? Testlər işləyin. Yəni bir dənə ümumi nəticəyə gəlsə, riyaziyyat haqqında mən onu deyə bilərəm ki, çoxlu sınaq işləyin, musiqi qulaq asasınız da işləyə bilərsiniz ki, bu sizin motivasiyanızı yüksəldər. Bir də ki, həqiqətən yəni mən inanıram ki, mənim kimi heç plan sevməyən bir insanın, ya plan sevirəm, amma yazmağı sevmirəm ki, mən əgər belə plan yazmışdım, tək buraxılışa yazmışam, amma blogda bunu çox da istifadə edə bilməmişəm də, yəni çünki buraxılışa daha yaxşı hazırlaşmışdım. Bunu istifadə edə bilərsiniz. Həqiqətən çox mənə görə əhəmiyyəti var. Əgər mənə təsir edibsə, yəni çox hamıya təsir etməsə də bir çoxlarınıza təsir edir bu. Məsələn, bunları zət bilirsiniz də, onsuz yəni bunlardan istifadə etmək. Nəysə, keçdik ingilis dilindən. İngilis dilindən belə sizə tövsiyə verə bilərəm ki, qaydanı zaten çox müəllim yaxşı keçir. Mənim ingilis dili müəllimim qaydanı çox gözəl izah edirdi, həqiqətən. Yəni dəhşət qəşəng izah edirdi. Mən ona görə elə deyib qaydanın 4 dənə səhvim çıxmışdı, amma bu mənim öz qoyunluğum idi. Yəni müəllimlik bir şey deyildi. Mənim öz xırdapara səhvlərim idi. Müəllim həmişə mənə deyirdi ki, açıqlarda mən çox əziyyət çəkirdim. Yəni dinləmənin yaza bilmirdim. Mən imtahana 2-3 gün qala dinləmə çox işlədim. Bunu siz də eləyin. İmtahanınıza 2-3 gün qala oturun, əgər nədən zəifsizsə onun üstünü düşün. Mən məsələn dinləmələrim zəif idi, açıqlarını yaza bilmirdim. Qapalarını yazırdım. Sonradan taktika icad edirəm, taktika tapdım. Bu taktikanı sizə verirəm. Ki bəzilər çoxunuz bilir bu taktikanı. İngilis dilindən nə edirsiniz? Məsələn, oxudusa ki, səhv olanı seçsin ya düz olanı seçin. Çox vaxtı 90% orada əgər ki, inkarlıq varsa, notdur, nə bilim, heç vaxt, əsla bu şeylər var idisə, demək olar ki, bu cavab səhvdir. Mən elə çık yəni xətt deyirdim. Sonra eşidirdim ki, ingilisində də listinqə qulağına həqiqətən də cavab gəlib sonda o çıxırdı da. Yəni bu çox real bir şeydir ki, yəni o çox vaxt inkar olanlar düz cavabda səhv olurlar. Bunu bilirsiniz məncə. Bilməyənlər üçün də deyim yəni indidən. Bu girişdəki cavab soruşur sizdən ki, mətn nə haqqdadır. Çox vaxt o üstörtülü verilir. Yəni sizə konkret nəsə danışır. Onu açıq aydın məsələn birinci cümləsində də ola bilər olsun. Əgər eyni deyilsə, deməli o deyil cavab. Siz ümumən bilməlisiniz ki, nədən danışır əsas olaraq. Yəni bunu başa düşməlisiniz. Yəni zaten o sonra cavabları yazmaq eləməkdə zaten dinləməyiniz yazmağınıza rəy gəlir. Yəni sözləri öyrənəndə çalışın yazılışlarını da biraz tutun ki, siz eşidəndə yazılışını biləsiniz. Sonra keçdik nəyə? Nədən danışım sizə? Essedən. Hə, indi bilmirəm bu sizə şey düşəcəkdi deyəsən. Yəni bu dövr ki, indi təzədikcə şəkil mətin yazmaq, bunu bilmirəm. Yəni bu haqqda məlumat verməyəcəm. Çünki özümdə yox idi o. Mətnlərdə gələk, mətnləri danışım. Qayda zaten yenə deyirəm, yəni qaydanın standart qaydası var da, yəni ingilisində. O qaydanı öyrənirsən, testdə tətbiq edirsən. Tiyolarını öyrənirsən müəllimdən və onu tətbiq edirsən. Keçdik şeyə, mətnə. Mətndə mənim deyəsən sözü dəyişməkdə idi, sözü bilmirdim deyə 10 səhv yazmışdım. Qapalısında səhvim yox idi mətnlərin. Hamısını düz yazmışdım qapalıların. Mətni mən heç vaxt tərcümə eləməmişəm. Bu real bir şeydir ki, oturub mətni tərcümə eləmirdim. Birinci başlayırdım açıqlarından yaza bildiklərimi yazırdım. Sonra keçirdim qapalılarını yazırdım. Yəni bu sıradan deyil. Məsələn tapmadımsa vaxt itirmirdim. Keçirdim qapalılarına baxırdım, qapalılarını yazırdım əgər ki açıqlar tapa bilmirəmsə. Ondan sonra mən essedən tam bal necə almışam, bu haqda danışaq gəlin. Essedən tam bal necə almışam? Essedən tam bal necə aldığımı özümdə bilmirəm uşaqlar. Yəni bu real bir şeydir ki, özümdə bilmirəm essedən necə tam bal almışam. 3 dənə cümlə yazmalısınız da, deyəsən yox elədi onsuz da. Mən və o 3 cümləni demək olar ki, A2 səviyyəsində yazmışdım. Yəni asla B1, B2 səviyyəsində yazmamışdım da. Yəni asan cümlələrdir. Məndə bizə düşmüşdü ki, rəqs haqqında yazın. Mən çox mən milli rəqslər sevirəm, nə bilim mənim favorim milli rəqslər. Belə kiçik cümlələr, 3 dənə cümlə yazmışdım. Amma çalışmışdım ki, qrammatik səhvim olmasın ki, yox idi qrammatik səhvim. Qrammatik səhvim olmadığı üçün və normal 3 cümlə yazdığım üçün mənə tam bal vermişdilər burada. Yəni belə, essendə belə də, yəni ingilis haqqında çox da məlumat vermirəm. İngilisdən ümumən deyim ki, qaydadan səhvlərim çıxmışdı deyə 76 yığmışdım ingilisindən. Azərbaycanla 83 idi, ingiliscə 76, riyaziyyatda 88 bal idi. Yəni buraxılış bu qədər.
Blok haqqında nə deyə bilərəm? Blok haqqında danışmayacağam. İndi bu çox qəribə çıxacaq. Çünki mən buraxılışdan 247 bal toplamışdım. Məktəbə 247 gəlmişdi, amma belə 246-dır. Nə fərqi var ki? Heç nə. Bir balla güya nə olur ki? Amma blok haqqında danışmayacağam. Çünki blok haqqında danışa biləcək potansiyaya sahib bir insan deyiləm məncə. Çünki blokum az idi. 197 idi, yoxsa 8 idi. Çoxları mənim öz qrup yoldaşlarım, patok yoldaşlarım demək olar ki 90% bir nəfərdən fərqli olar. Bir nəfər, yəni mənim kimi buraxılışı yaxşı yazıb, bloku pis yazıb. Qalan 90% hamısı buraxılışı daha az yazıblar, bloku daha çox yazıblar. Blokdan mən tarix yaza bilməmişdim. Azərbaycan olsa zəifdir. Yəni özünüz görürsünüz 3 dənə qrammatika yazan adam ki, bloka nə yaza bilər ki, ay dostlar. Nəysə. Yəni amma onda da çox az yazmamışdım Azərbaycanlı. Ədəbiyyatı qəşəng yazmışdım. Ədəbiyyatdan neçə yazmışdım? 75 idi desəm balım. Ədəbiyyatı qəşəng yazmışdım. Özümə görə qəşəngdir. Yəni əslində xırdapara səhvlərim olmasaydı, mənim düzüm daha çox idi. Səhv kodlaşdırdığım da var idi özdə. Bir dənə səhv kodlaşdırmışdım. Çox, yəni asan sualları səhv yazmışdım. Bir dənə, 2 dənə deyəsən qapalı səhvim vardı. Qalanları düz idi. Situasiyaların hamısına tam bal vermişdilər. Belə yəni ədəbiyyatı çox sevirdim həqiqətən. Ona görə də ədəbiyyatım yaxşı idi. Azərbaycan o qədər yalan deyirəm. Azərbaycanla ötürü ölmürəm həqiqətən. Çünki başa düşmürəm də. Yəni bu qaydalar oxuyuram, amma mən tətbiqim yoxdur. Yəni nə edirəmsə eləyim, tətbiq yoxdur da qardaş məndə. Yəni yaza bilmirəm. Tətbiqim yoxdur. Neysə, tarix haqqında belə məlumat verə bilərəm ki, sizə. Bizdə müəllim hamısını dərsliklərdən keçirdi. Mən sırayla müəllim dərsi verirdi, öyrənirdim. Sonra gedirdim müəllimin yanında işləyirdik biz topludan testləri. İşləyirdim orada. Tarixdən məsələn mənim elədiyim səhv o idi ki, mən imtahana yaxın qalanda bu çətin dərslər var idi, 11-ci sinif dərslərdə bu situasiyaya düşənlər. Mən onları çox laqeyd yanaşırdım. Elə bilirdim ki, yazacağam. Amma bu elə bilirdim ki, yazacağam. Ən təhlükəli şeydir də. Yəni elə bilməyin heç nəyə yazacaqsınız. Üstünə düşün hər şeyin. Görün, əgər ki bu şey olsa, siz bundan öhdəsinə gələ biləcəksiniz, yoxsa yox. Yəni tək mən deyildim. Bu arada mənim qrupumdakı uşaqların hamısı elə idi tarixdən. Biraz səhlənkarlıq var idi bizdə tarixə qarşı. Müəllimimiz çox ciddi idi. Yəni çox istəyirdim o müəllimi, hələ də çox istəyirəm o müəllimi. Yəni müəllim çox qəşəng dərs keçirdi. Prosta bizdə bəzən səhlənkarlıq olur da, yəni o da son vaxtlara qalanda. İkinci dəfə də bu arada mən bloka getmişəm, amma yerində əksinə azaltmışam da, yəni çünki oxumurdum, heç nə oxumurdum. Yəni yayda oxumaq olmur. Əgər ki çox məsuliyyət daşısaz, oxuyarsınız. Qabağınıza məqsəd qoysanız ki, mən balımı artıracağam, onda əla. Siz hazırlaşın, yazacaqsınız. Nəysə, yəni tarixi də ki oxuyursunuz, bir də çalışın, ümumi testlər çox işləyin. Situasiyalarınızı çox düşün, əlavə situasiyalar işləyin, tapın. Çünki necə deyim, əsasən də bu 3-cü qruplar üçün situasiya düşür 11-ci sinifin ümumi tarixindən, 2-ci qruplar üçün də düşür az tarixindən. Situasiyalara üstünlük verin. Çünki situasiyalar sizə çox bal verir. Elə belə bal vermir. 27 bal verir də məncə. 27 bal verir. Yəni bu az bal deyil. Məsələn, məndə də Azərbaycan situasiyalarım yaxşı idi. Birinci imtahana nəzərdə tuturam. İkinci imtahan burada çox çətin düşdü. Yalandan, yəni indi ola bilər, elə insanlar ola bilər ki, desinlər ki, asandı idi mənə görə. Amma mənə görə deyildi. Tarix düzdür, biraz rahat düşmüşdü. Amma o biriləri deyildi asan. Mən elə bəxtsiz insanam ki, qardaş, birinci imtahanda tarixdən hamıya bal verilən şeyi mən düz yazmışdım mədəniyyət sualını. Niyə hamıya bal verirdiniz? Paxılım tutdu. Nəysə, həqiqətən, yəni mən o sualı düz yazmışdım. Bilmirəm nətər düz yazmışdım. Bəxtəxuda yadıma düşmüşdü. Əslində o sualda səhvlik vardı dediklərinə görə. Yəni hamıya bal verdilər ki, mən o sualı düz yazmışdım. Çox əlavə bal verərdilər mənə yazdığıma görə. Nəysə. Belə yəni blok haqqında çox məlumat verməyəcəm açığı, çünki yazmamışam da, yəni yaxşı. Prosta ki, belə nəticəyə gəlirəm ki, ən ümumən sonda deyə bilərəm ki, sizə, əgər ki bir insan 9-cu sinifdə 160 bal toplayıb, sonra 11-ci sinifdə 247-yə qaldıra bilibsə, ki, məncə bu az bir şey deyil. 80 neçə baldır da. Yəni özünüzə inanın və çalışın. Valla hər şey gözəl olacaq. Bunu yəni elə belə demirəm də həqiqətən. Blokum az deyə mən yargılamayın, xahiş edirəm. Buraxılışı ki, yaxşı yazmışam. Çünki blok fənləri mənə görə çətin idi də. Yenə deyirəm. Yəni mən sadəcə sizə inandırmağa çalışıram ki, əgər bir insan yəni 80-cə bal artıra bilirsə, mən eləyə bilər hər şeyi. Düşünməyin ki, 9-da az yazmışamsa, 100% 11-də də az yazdım. Belə bir qanun yoxdur. Hər şey sizin əlinizdədir, sizin istəyinizdədir. Yəni, necə deyim, özünüzə inandırsınız ki, bunu eləyə bilməyəcəm, eləyə bilməyəcəksiniz. Düz deyim, mən də özümə heç vaxt deməmişəm ki, mən 500 keçsəm, 600 keçsəm ki, olmayacaq şeyi deyə bilməzdim zaten. Ona görə bu indi tövsiyə verirəmsə, mən
Yəni demirəm, mən bomba yazmışam, nə bilim, çox güclü yazmışam, güclü bal toplamışam. Sadəcə mənə görə az bal toplayan insanlara da tövsiyə verə bilərlər. Mən oturub yüksək bal toplayanların tövsiyəsinə qulaq asmaq istəmirəm. Çünki zaten onların başı var da. Yəni zəkaları daha güclü, IQ-ləri daha güclüdür. Onların daha potensialı yüksəkdir. Mən potensialı normal dərəcədə olan bir insanın tövsiyəsinə qulaq asmaq istəyirəm ki, görüm o nə edib ki, onun taktikaları nədir ki, o bu səviyyəyə daha yüksək səviyyəsinə qalıb, özünün potensialını tapıb da. Yəni mənə görə mən özüm potensialımı tapmışam. Mənim potensialım bura qədərdir. Çünki indi universitet dərslərini oxuyanda görürəm ki, həqiqətən də abituriyentlik dövründən daha çətindir universitet dərsləri. Yəni bu real bir şeydir uşaqlar. Yəni hazırlaşırsınız, amma girəndə görəcəksiniz ki, sizin hazırlaşdığınızdan qat-qat çətindir universitet. Hər şey girməklə qurtarmır. Yəni orada da oxumaq söhbəti var. Və son nəticədə bunu deyə bilərəm ki, özünüzə inanın, çalışın və İmtahanda da, bir dənə də bu şeydən danışıb sizə, imtahanda da qorxmayın. Mən çox qorxaq idim. 9-cu sinifdə əlim əsir. Yəni oturmuşam listə gəlib, mənim əlim belə-belə əsir. Niyə də? Yəni bu dünyanın axırı deyil axı. Buna görə niyə qorxasan ki? Yəni qorxmayın, heç nədən çəkinməyin. İmtahanda getdiniz, yaza məsələn bilmirsiniz sual, özünüzü kaptırın. O son nöqtə budur. Sən nə qədər özünü öldürsən də, orada həyəcan keçirsən də, heç kim gəlib səni qurtarmayacaq, nə də orada sənə cavab deməyəcək. Sən özünü ələ almalısan və onu yazmalısan orada. Öz potensialını orada həyata keçirməlisən. Yəni belə də bu məsələlər belədir. Bir də nə deyim? Əgər ki siz ola bilər də indi mənim kimi istədiyiniz yerə girməyə bilərsiniz. Ola bilər ki, məsələn başqa bir yer istəyirsiniz, amma başqa yer qismət oldu. Mən bugün o qədər xoşbəxtəm ki, o yerə girə bilmədiyimə. Çünki mənim elə gözəl patok yoldaşlarım, qrup yoldaşlarım var ki, həqiqətən hamısı buradan o qədər çox istəyirəm ki, yəni heç vaxt bir şey alınmayanda demin ki, ayda o niyə alınmadı? Çünki mən elə idim. Bütün yay boyu pis olurdum ki, yəni düşə bilməyəcəm də ora. Çünki balı çox idi da. Yəni heç bal artımından əvvəl də mən bilirdim ki, ora düşə bilməyəcəm. Başqa universitetlərdə yazdım, amma bilirdim ki, yəni düşməyəcəm. Yəni ona görə deyirəm ki, uşaqlar, əgər ki bir şey alınmırsa, demək xeyirlisi belədir. Heç vaxt, çox vaxt, yəni bu pisə yönəlmir də. Mən məsələn bugün sevinirəm ki, yaxşı ki də mən fəlsəfəyə düşmüşəm. Sonrasında fəlsəfəyə qəbul olmuşam bu arada. Niyə yaxşı ki fəlsəfəyə düşmüşəm? Yaxşı ki bu uşaqlarla tanış olmuşam və bugün həqiqətən çox xoşbəxtəm də, yəni onların sayəsində. Yəni istəməzdim. Bu arada indiki şansım olsaydı əlimdə ki, səni təhsildə psixologiyaya girə biləcəksən, o qədər bal toplayacaqsan. Mən əgər bu uşaqları tanımışamsa, bilsəm ki, mən belə bir universitet həyatı yaşayacağam. Yəni heç vaxt şey eləməzdim də, yəni istəməzdim təhsildə psixologiyanı. Elə fəlsəfəni seçərdim. Sizə buradan çoxlu öpürəm. Sağ olun. Özünüzə inanın. Hər şey sizin əlinizdədir və istəsəz hər şeyə qadir ola bilərsiniz.